Nə qədər olacaq müharibə şəraiti, bu dəfə qayıdacaq amma yenə qərar iti. Bu dəfə alınacaq, bu dəfə son dəfə, şablon səhifə əzbər milyon dəfə. Nə qədər televiziya, nə qədər informasiya, immiqrasiyadan Rusiyada deformasiya, Amerika, Avrasiya, hər yerdə mafiya, hər yerdə siyasət, təşkilatlar, partiya. Qara qüvvələrlə qələbəm əzbər, mənim rütbəm əskər, mənə düşmən göstər. Mən ölümlə üzbəüz taleyim, xoş gün yazarmı? Mənim yeməyim perlova, mənim evim kazarma. Mənim geyimim səhra geyimi, məfsuma uyğun. Təslim olmayan ruhum, sifətim solğun, yorğun. Mən əskərəm, mən vətən qoruyuram. Posta tam döyüş dəsti belə adətən qoruyuram. Qara qüvvələr və daha cümlələr, güllələr kimi yağacaq millətə. Kim salıb bizi bu qədər zülmətə və yenə əskər, müharibə davam edir. Qara qüvvələr və daha cümlələr, güllələr kimi yağacaq millətə. Kim salıb bizi bu qədər zülmətə və yenə əskər, müharibə davam edir. Progress var, məndə əsəb gərginliyi, stres var, biraz səs var, amma hələ ki boğulmamışam. Bu yaşıma qədər siyasətə soxulmamışam. Baxıllıqdan partlayır mütləq xəsislər, sən araşdırır hər yerdə mütəxəssislər. Sənin arxanda dura bilən bir nəfərin yox, getdikcə batırsan dərinə xəbərin yox. Xəbərin yox, qardaşım xəbərin yox, hər cürə insan olub yoldaşım xəbərin yox. Mənim ürəyimində olub xəstə xəbərin yox, İntisam cəzalarından, həbsdən xəbərin yox. Kim kimi harda və necə satıb xəbərin yox, kimisə hətta sevgilisi atıb xəbərin yox. Budakı ərzaq, geyim və sudan xəbərin yox, ümumiyyətlə sənin ordudan xəbərin yox. Qara qüvvələr və daha cümlələr, güllələr kimi yağacaq millətə. Kim salıb bizi bu qədər zülmətə və yenə əskər, müharibə davam edir. Qara qüvvələr və daha cümlələr, güllələr kimi yağacaq millətə. Kim salıb bizi bu qədər zülmətə və yenə əskər, müharibə davam edir. Müharibə davam edir.